İnovator Podcastına hoş gelmişsiniz. Bugünkü mövzumuz sosial sahibkarlıq və innovasiya haqqındadır. Və bugün bizim maraqlı qonağımız var, İsa müəllimdir. İsa müəllim, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük. Çox sağ olun, minnətdaram. Çox gözəl. Gəlin tamaşaçılarımıza ilk öncə olaraq qonağımız İsa müəllimi təqdim edək. İsa müəllim, siz kimsiniz? Sosial sahibkarlıqla bağlı nə əlaqəniz var? İnnovasiya ilə bağlı nə əlaqəniz var? Ümumiyyətlə özünüz haqqında bir məlumat verərdiniz. Mən Qasımov İsa, İqtisadi İstihsalatların Təhlil və Kommunikasiya Mərkəzində Enterprise Azərbaycan portalının rəhbəriyəm. Sualınız belədir ki, sosial sahibkarlıq və innovasiyalarına əlaqəm nədir? Bəli. Əlbəttə, tutduğum vəzifə, gördüyüm iş, aldığım öhdəlik, məsuliyyət tamamilə sosial sahibkarlıq və innovasiyaların inkişaf etdirilməsi və bu sahənin inkişafı üçün investisiya cəlb ediciliyinin artırılması üçün müxtəlif xarakterli işlər görməkdir. Təbii ki, bu da bazarın və ölkənin tələblərə uyğun olaraqdır. Qaldı ki, sosial sahibkarlıq sektorunda necə oldu ki, mən bu sahəni öyrənməyə başladım, bu sahədə işlər görməyə başladım. Ümumiyyətlə, mən ixtisas olaraq təbiət fənlərindən öyrənmişəm, coğrafiyaçıyam. Yəni, mən coğrafiyaçı olmaqdan ziyadə də təbiəti sevirəm, təbiətdə baş verənləri izləməyi sevirəm. Bu təbiət dostu olmaq İşin başqa tərəfi, amma təbiəti sevmək, təbiətlə təmasda olmaq, təbiətdə baş verənləri görmək, onu insan həyatı ilə əlaqələndirmək mənim, belə deyim ki, xarakterindən rəqə. Düşüncə tərzinizdə. Xüsusilə mənim üçün maraqlıdır. Əlbəttə ki, innovasiyalar elm kimi, sahə kimi təqribən 2012-ci ildə mənim qarşıma çıxanda və müqayisə eləyəndə, düzdür, ondan əvvəl də görürdük ki, Yaponlar nə cür göydələnləri qurublar, qarğıdalıya bənzədiblər, kimsə qırıcı təyyarəni nə cür qurub, quşları deyək ki, o qırğıya və ya qızıl quşa bənzədir və s. Yəni, təbiətdə olan hadisələrdən nümunələr götürərək innovasiyalara edilib həmişədir. Amma 2012-ci ildə bir proqramda mən innovasiyalarla yaxın tanış oldum. Ondan sonra innovasiyalar öyrənməyə başlayanda gördüm ki, həqiqətən təbiəti nə qədər çox biliriksə, innovasiyalarla o qədər daha yaxından tanış olmaq mümkündür. Sosial innovasiyalar isə günün tələbidir. Yəni, bir insan olaraq cəmiyyətdə bir sosial, hər bir şirkətin sosial korporativ məsuliyyəti olduğu kimi, hər bir insanda sosial korporativ məsuliyyəti var. İnsan kimi öz mövqeyi düşünəndə, istərsəmə görürsən ki, ən doğru yollardan biri də sosial sahibkarlıqdır. Və dolayısıyla mən sosial sahibkarlığı o sahədə işləməkdən ziyade o sahəni tədqiq eləməyə, o sahəyə məşğul öyrənməyə də başladım. Bax, beləcə 2012-dən sonraki bütün fəaliyyətim sosial sahibkarlıq və innovasiyalar sahəsindədir. Çox gözəl İsa müəllim. Amma gəlin icazənizlə biraz daha çox sadə dildə də izah etməyə çalışaq. Bu sosial sahibkarlıq deyəndə biz hər hansı bir nümunə gətirə bilərikmi ki? Məsəl üçün bu hansı, yəni ilk olaraq ağla gələn, siz bayaq da dediniz ki, bütün şirkətlərin sosial CSR-lar və korporativ məsuliyyətləri var. Burada biz gördüyümüz odur ki, əsasən normalda şirkətlərdə necədir? Məsəl üçün uşaqlara hansısa dəstək olunur və ya hər hansı bir addımlar atılır ki, dəstək addımlı. Burada sosial sahibkarlıq deyəndə ümumi anlayış olaraq bu necədir? Yəni bu da ki, hər hansı bir belə deyək də ehtiyacı olan və ya kimin köməyə ehtiyacı varsa onlara verilən bir dəstəkmi nəzərdə tutulur, yoxsa necə? Təşəkkür edirəm. Mənim fikrimcə sosial sahibkarlıq elə sosial sözündən alınmalıdır. Yəni, insan sosial varlıqdır. Sosial sahibkarlıq sırf insanın problemlərinə, insanın ehtiyaclarına yönəlir. Amma əlbəttə ki, istənilən sahibkarlıq fərdə insanların, müştərilərin, istifadəçilərin ehtiyacları təmin olunub pul qazanır. Amma sosial sahibkarlıqda isə burada insan amili önə çıxır. Yəni, insanların hər hansı problemlərini həll edərək biznesi davam etdirmək, biznesi qurmaq amili ortaya çıxır. Yəni, buradakı əsas məqam, necə ki, biraz öncə dedik, insan sosial varlıqdır, insanlar həyat fəaliyyətindədirlər, onlar həyat fəaliyyətində olarkən bir sıra ehtiyaclar və problemlərlə qarşılaşırlar. Bunlar hamısı, belə deyək ki, hansısa bir xüsusi çətin vəziyyətdən irəli gəlmir. İnsanlar həyatlarını dəyişir, həyat tərzi dəyişir və ilə axır. Bu baxımdan da sosial problemlər əmələ gəlir ki, və bu problemlərin həllinə yönəlmiş sahibkarlıq fəaliyyətləri də sosial sahibkarlıq adlandırılır. Gözəl. Yəni əslində belə baxanda, yəni istənilən bir innovasiyadan da irəli gəlsə də, yəni startaplar da istənilən bir müştəri kütlənin problemini həll edir. Amma orada
müştəri kütləsi daha çox belə deyək də pul qazanc tərəfindən baxılan yanaşmadır. Burada sosial sahibkarlıq daha çox misal üçün sosial siz bayaq qeyd etdiyiniz kimi ümumiyyətlə misal üçün xalqın və ya hər hansı bir ərazinin və ya şəhərin bir sosial problemi var. Ona yönəlik bir həll təqdim olunmalıdır. Bəli, həll olacaq. O biznes o işin davamlılığı üçün çox vacibdir. Böyüməsi, inkişafı üçün çox vacibdir. Amma o işin başlanma səbəbi oradakı insanların problemlərinə həlli idi. Yəni buna sırf xeyriyyəçilik kimi baxmaq da yanlışdır. Mən ona xeyriyyəçilik kimi baxılması çünki sosial sözə hər yerdə olanda amma xeyriyyəçilik kimi baxacaq. Bunun içində xeyriyyəçilik də var, inklüzivlik də var. Bunun içində amma biznes də var. Ya bu işin davamlılığı böyüməsi üçün, maraqlı olması üçün təbii ki, o insanlar sosial problemi həll etməklə öz problemlərini həll edirlər. Ancaq əvvəlki qaydada o innovasiya olmadığı halda o ya çətin həll olunurdu, ya baha başa gəlirdi, ya ümumiyyətlə həll oluna bilmirdi. Və indi o sosial sahibkarlığın gətirdiyi innovasiya bu işi asanlaşdırıb. Bəli, çox gözəl. Elə siz bayaq qeyd etdiniz ki, Enterprise Azərbaycan olaraq qurumda hal-hazırda artıq çalışırsınız. Burada rəhbər vəzifəsini tutursunuz. Mənə maraqlı olan məqam buradadır ki, bu hal-hazırda bu sosial problem, bu qurum olaraq sosial problemləri araşdırır və innovativ şirkətləri birləşdirib onları danışıq aparmağa bir masaya otuzdururmu, yoxsa yəni yanaşma ümumiyyətlə necədir? Ümumiyyətlə Enterprise Azərbaycanın fəaliyyətində təkcə sosial sahibkarlıq yoxdur. Startapların inkişafı onun əsas funksiyalarından, fəaliyyət istiqamətindən biridir. Sosial sahibkarlıq istiqamətdə startap fəaliyyəti olaraq orada öz mövqeyindir. Amma qaldı ki, Enterprise Azərbaycan İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzində bir qurum, bir strukturdur, hansı ki, bu ümumiyyətlə İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzi, o cümlə Enterprise Azərbaycan bilik əsaslı yanaşmalara üstünlük verir. Onsuz da startap bir bilik yanaşmasının nəticəsi idi. Ancaq eləcə də sosial sahibkarlıq, bilikdən istifadənin tərənnümüdür, nəticəsidir. Və burada da məsələ budur ki, biz təhlillər aparırıq, bazar ehtiyaclarına araşdırırıq. Eləcə də dövlətin aldığı o qərarlarını təhlil edirik. O strategiyalar təhlil olunur və o strategiyaların daha səmərəli işləməsi, eləcə də bizim də öz üzərimizdə üçün öhdəliklər baxımından biz ümumiləşdirib təhlillərə və təhlillərin nəticələrinə əsaslanan əməliyyat planları əsasında bilik əsaslı iş görürük. Biraz uzun oldu. Yəni işimizin mahiyyəti tamamilə bilikdən istifadəyə fokuslanır. Daha çox maarifləndirmə xarakterlidir. Bəli, biliyin genişləndirilməsi və bilikdən istifadə. Bizim istənilən fəaliyyət müddətində bilikdən istifadə var. Aydındır. Burada indi bu sosial sahibkarlıqda bu qeyd etdikdə biz hal-hazırda məqamı bu innovasiya ilə vəhdəti necə təşkil edir? Yəni ki, bu innovasiya aydın məsələdir ki, hal-hazırda dövrümüz elədir ki, texnologiya dövrüdür. Süni intellekt, kripto, yeni məhsullar, avtomatlaşdırma, robotlaşma. Amma bu sosial sahibkarlığın innovasiya ilə birgə vəhdətini necə görür? Yəni bu dövlət, mən başa düşdüyüm qədərilə dövlət bir belə deyim də bir orqanizasiyadır, və siz baxışınız necədir buna? Çünki innovasiya, yəni tam səmimi mən deyim də, yəni innovasiya edən şirkətlər, yəni şərti olaraq startapları da götürür, hansı ki məndə özüm startaplar var. Yəni biz daha çox tam səmimi deyək, yəni bir sosial problemlərə o qədər də çox yönlənmirik, çünki biz müvəqqəti qısa müddətdə qazanca fokuslanan bir şirkətlərdir. Çünki startapın çox da belə güclü gəliri olmur. Yəni o sosial problemlərə o qədər də fikir verməyə belə deyim də, belə bir komfortu belə yoxdur. Onun konkret olaraq qaydası odur ki, bilavasitə müəyyən müddət ərzində mütləq şirkət pul qazanmalıdır. Yəni bunu tənzimləməsi və birgə vəhdətdə işləməsi necə təmin oluna bilər sizcə? Ümumiyyətlə sosial sahibkarlıq o vaxt uğurlu olacaq ki, o hansı sosial problemlərə əvvəlkilərindən daha asan həll yolu gətirir. Bunu dedik. Daha asan həll yolu gətirmək üçün, daha optimal həll yolu gətirmək üçün innovasiya gətirməlidir. Yəni sosial sahibkarlıq, innovasiya olmasa olmayacaq kimi deyə bilərik. Və sosial sahibkarlıq innovasiyalar sırf belə deyim ki, çox üst-üstə gələn, bir-birini tamamlayan anlayışlardır ki, innovasiyanın özünün mənasında da bir faydalılıq var, səmərəlilik var, istifadə edilə bilən əlçatanlılıq və s. var. O baxımdan innovasiya anlayışı ilə sosial sahibkarlıq anlayışı çox yaxşı təmas edib, kommunikasiya edə bilirlər, bu öz yerində. Amma qaldı ki, startaplar sosial sahibkarlıq fəaliyyəti kimi
startaplarda satışa fokuslanmaq, Bəli. başqa sözlə pula fokuslanmaq bu məcburiyyət kimi görsənsə də, amma bir startap fəaliyyəti əlavə dəyər formalaşdırmağa fokuslandığı halda nəticə əmələ gələ bilər. Yəni əlavə dəyərə deyil, biz daha çox pula fokuslansaq, əlbəttə ki, bu böyük ehtimal uğurlu olma ehtimalı az olacaq. Çünki biz ola bilsin hansısa xidmət və ya məhsullarla müştərinin diqqətini cəlb edəcək, amma böyümə məsələsi üçün dəyər lazımdır. Kütləviləşməsi üçün, qloballaşması üçün orada elə bir əlavə dəyər olmalıdır ki, izləyicilər, istifadəçilər onu istifadə etməyə maraqlı olsunlar və bu iş davamlı təmin etsin. Bu baxımdan bu qədər. Çox gözəl. Saməli, bir məqamlardan da biri bu sosial sahibkarlıqla innovativ şirkətlərin bir araya gəlməsi üçün belə deyim də, yəni Azərbaycanda hansı çətinliklər və maneələr görürsüz? Yəni ümumiyyətlə yenə də bayaqki məsələdə bir-birinə əlbəttə bir-birini tamamlayır və amma ortaya çıxaraq, yəni yenə də deyirəm də bu innovativ şirkətlər əsasən onlar deyirlər ki, hal-hazırda tələbatlı olan və böyük qazanc olan bir yerlər mənə daha vacibdir. Onlar da başa düşmüyorlar. Bu çox gözəl başa düşə bilirik ki, çünki onlar ayın sonunda şirkət idarə edirlər, işçilərin maaşını verməli. Məsələn, bu çox aydın məsələdir. Amma dövlət perspektivindən baxdığımız halda aydın məsələdir ki, sosial məsələlərə toxunan sahibkarlar və innovasiya edənlər daha öndə olurlar və hal-hazırda real da gördüyümüz hallar nədir? Bunu edən, amma yəni bu sosial problemlərə və ya sosial çətinliklərə fokuslanan həlləri də dövlət edir. Misal üçün hər hansı bir misallar verək də. Misal üçün gündəlik transportda istifadə etdiyimiz əziyyətlə ödənişlər var idi. Dövlətdə sağ olsunlar müəyyən bir tətbiq yaratdılar. Hansı ki siz indi kartla ödəyə bilirsiniz və s. və S-Parkingin özünü tutaq və s. fərqli xidmətlər var da. Yəni hansı ki daha da rahatlaşdırırlar, amma bunu dövlət tərəfindən edir də. Yəni belə deyim, bu artıq sosial sahibkarlığa elə dövlət özü də həll etmiş oldu. Yəni innovativ şirkətlər burada o qədər də iştirak etmirlər. Yəni burada siz necə düşünürsünüz? Bəlkə ola bilsin ki, yəni mənim düşüncəm necədir? Ölkə olaraq belə bir halları ortaya qoyub da misal deyirəm də tenderlarda innovativ şirkətləri bura maraqlı həllərlə müraciət etmələrini istəsələr daha məqsədə uyğun olmazmı və daha optimal olmazmı? Necə düşünürsünüz? Əlbəttə, yəni siz bu sahəni bilən bir insan kimi bu sahədə optimal fikirlər ağlınıza gəlir və hətta sualınızda da səsləndirdiniz bəzi, yəni sualınızda bəzi həll yollarını da göstərdiniz. Bu normaldır. Ancaq mən demək istədiyim odur ki, xüsusilə sosial sahibkarlıq daha çox qərarlardan, daha çox mənim fikrimcə, daha çox qərarlardan çox cəmiyyətin hadisələrə baxışından daha çox inkişaf edə biləcək. Yəni o cəmiyyətlərdə sosial sahibkarlıq daha yaxşı inkişaf edə bilir ki, cəmiyyət bir ona ehtiyac var. Bir də cəmiyyətdə bunu təmin edən düşüncə, bilik, yəni düşüncə sahibləri var. Bilik o düşüncə sahibləri var. Və bu düşüncə sahibini qiymətləndirən tərəflər var. Bu olanda qərarlar əlbəttə ki, bunu hüquqi tənzimləməsi baxımından, ilkin maliyyələşməsi baxımından çox vacibdir ki, bu iş formalaşsın və bu qatar yola düşsün də, bu hərəkətlənsin, cəmiyyətdə bir cazibə mərkəzinə çevrilsin. Bu baxımdan önəmlidir. Amma yenə mən qayıdıram ki, sosial sahibkarlıq düşüncə məsələsidir, insan məsələsidir, insanların hadisələrə baxış məsələsidir. Cəmiyyət olaraq, çoxluq olaraq deyək ki, biz problem sözündən qorxuruqsa, problemləri həll etmək üçün o problem sözünü işlətmiriksə, bir hadisəyə problem kimi baxmırıqsa, deməli o problemi həll yolu gətirmək cəhdimiz də olmayacaq. Çünki ona problem kimi baxmadıq. Dolayısıyla ona görə düşüncə deyirəm ki, düşüncə yanaşması önəmlidir ki, bir kərə cəmiyyət hadisələrə həll edilə bilən problemlər kimi baxmalıdır və sosial sahibkar isə bunu hamı bacarmayacaq. Az sayda sosial sahibkar düşüncəsindəki insanlar, sahibkar düşüncəsindəki insanlar o problemin arasında fürsətləri görəcək. O fürsətləri həll edib həll yolları gətirəcək. Həll yolu gətirməklə cəmiyyətin işini asanlaşdıracaq, amma biznesini də quracaq ki, biraz öncə sualınızı verəndə siz bəzi nümunələr ki, onu dövlət elədi. Amma dövlət də funksional olaraq o problemləri görüb həll yolu gətirəndə, belə deyək ki, o xeyriyyətçilik deyil də əslində. Daha optimal həll yollarıdır ki, dünyada da belə nümunələr var, bizdə də nümunələr var. Deyək ki, Asan İnnovasiyalar Mərkəzi, Asan Xidmətin özü bir həll yoludur. Və adı da çox orijinaldır ki, vətəndaşlara xidmət Asan İnnovasiyalar qurum kimi, yəni prosesləri həll edən bir qurum. Düşünün, Asan Xidmətdə bugün alınan xidmətlər bugün bu formada olmasaydı,
nə vəziyyətdə olacaqdı? İnsanlar o problemləri hansı şəkildə təmin edə biləcək? Dolayısıyla istər dövlət olsun, istər cəmiyyət olsun, hadisələrə baxış önəmlidir. Hadisələrə baxışı tənzimləyirsə, düşüncə tərzi önəmlidir. Çox gözəl. Ümumiyyətlə bayaq siz problem məsələsi dediniz. Ümumiyyətlə bizdə problem sözü o qədər də çox bəyənilmir. Nə deyilən Sanki tərəfdən, qorxuruq, nə də qəbul edən tərəfdən. Hətta mən kifayət qədər şirkətlər bilirəm, çox böyük şirkətlərdir. Orada problem olduğu zaman müştəriyə problem sözü deməyə qadağa qoyublar. Bu hüquqşünaslar tərəfindən də hətta verilən tövsiyədir ki, buna alternativ olaraq müvəqqəti çətinlik. Çünki görülmüsüz hər yerdə tikintilər də olanda heç yanda yazmırlar ki, müvəqqəti problemlərə görə üzr istəyirik, müvəqqəti çətinliklərə görə üzr istəyirik. Yəni bu yanaşma tərzidir. Çünki həqiqətən də düz deyirsiniz ki, problem sözünə bizdə biraz əslində antipatiya var. Anlayışına bizim yanaşmamız düzdür. Yəni bizim deyəndə bəzən də indi hamı üçün deyil. Əlbəttə ki. Problem sözünə yanaşmadır. Problem nədir? Bu problemi görə bilmək nədir? Bir biznesin riskini görə bilməkdir. Bəli, bəli. Bir biznesin riskini görmüsənsə, bu riski əvvəlcə onun risk olduğunu görmüsən, ola bilsin ki, ehtimal onu fürsətə çevirə bilərsən ki, innovasiyalarla bizdə təəssüf ki, onu örtbasdır etməyə Yəni problemi görə bilmək çox önəmlidir. Problemi qəbul edə bilmək İkinci addımdır. Qəbul etdikdən sonra onun arxasına fürsətləri və ya ona həll yolları gətirə biləcəksən ki, bu mən birlikdən istifadəni qeyd elədim. Birlikdən istifadə buna problemə hesablanır. Problemi görmürüksə birlikdən istifadəni necə bacaracaq? Bu biraz digər məsələdir burada. İsa müəllim, bu sosial innovasiyalarda ən əsas hansı məqamlar olmalıdır ki, olmazsa olmazıdır da bunlar. Deyirsiniz ki, bu sosial sahibkarlıqda və innovasiya təqdim edilirsə, mütləq bu meyarlar mütləqdir ki, olsun. Birlikdən istifadə birmənalı olaraq. Birmənalı olaraq birlikdən, yəni biz insanlar hamı nəyisə bilir. İndi bilik də o qədər əlçatandır ki, təhsil o qədər əlçatandır ki, insanlar hamısı nəyisə bilir. Həqiqətən bilir. Oynadığımız oyundan, baxdığımız, seyr etdiyimiz seriallardan, deyək ki, hansı futbola baxmamızdan və s. Biz nəyisə biliklər qəbul edirik. Oxuduğumuz kitablar. Amma bilikdən istifadə bir balaca düşüncə məsələsidir. Bilikdən istifadə etməyən cəmiyyətlərdə sosial innovasiyalarını inkişaf etdirmək çox çətin olacaq. Onda dövlətin üzərinə böyük iş düşəcək. Aydındır. Amma burada mən düşünürəm ki, əlavə olaraq da bu sosial innovasiyaları təqdim etdiyiniz zaman mütləq olaraq bu belə deyim də, siz bayaq özünüz də qeyd etdiniz ki, bu əlçatanlıq olmağı çox vacibdir də. Yəni misal üçün siz hər hansı bir innovasiya təqdim edirsinizsə və bu innovasiya xüsusi, misal üçün hansısa şəhərin bir ofisindədirsə bu innovasiyada, yəni bu əlçatan deyilsə, bu artıq sosial innovasiya sala bilməzdir. Yəni bu ictimai olaraq hamıya əlçatan olmalıdır. Yəni hamı bundan istifadə etməlidir və innovasiyanın da burada bir məqam da ortaya çıxır ki, bu innovasiyanın bəs meyarları varmı ki, indi hal-hazırda günümüzün tələbatları var da, biz çox gözəl başa düşürük ki, hal-hazırda ən populyar olan mövzulardan biri keçmiş verilişimiz də bu ilə bağlı idi. 1-2 veriliş bundan qabaq süni intellekt haqqında danışırdılar. Misal üçün, hətta biz hal-hazırda bəzi radiolarda, elə bir misal olaraq Asan radioda da artıq süni intellektlə veriliş aparan bir aparıcı da var. Yəni bu günün tələbatına uyğun olaraq bunu təqdim edirlər. İndi hal-hazırda bu sosial innovasiyalarda da burada iki başlı bir məqam yaranır. Yəni sosial daha çox ictimaiyyətin və xalqın istifadə etdiyi bir məhsuldur və nəticə itibarilə biz tam gözəl anlayırıq ki, yəni ki, hər bir ictimaiyyətdə olan insanlar o qədər də innovasiya çox yaxın olmaya bilər. Bu normal haldır. Yəni hamımızın innovativ biliyi və bacarıqları kifayət qədər üstün olmaya bilər. İnsan yeniliyə mühafizəkardır da. Bəli, tamamilə doğru və bu da məqam var ki, yeniliyə mühafizəkarıq. Və bu halda biz bir tərəfdən çox innovativ bir məhsullar təqdim etməklə sosial innovasiya və sosialda bu ictimaiyyətin bunun istifadəsi düzgün mütənasib olacaqmı? Yəni mən nəyə sual vermək istəyirəm ki, bəlkə ola bilsin ki, əlçatanlıq baxımından. Bəli, əlçatanlıq baxımından və istifadə baxımından. Çünki biz misal çox şərti bir misal deyə bilərik. Metroda misal üçün keçiddə qoyursunuz bir süni intellekt bir adam qəbul edir, robot. Yəni bu nə dərəcədə ictimaiyyət tərəfindən rahat qəbul olunacaq? Bəlkə biz innovasiyanı ən hal-hazırda topda trenddə olanlarla yox, biraz aşağı səviyyədə bir belə çox simple bir şeyləri deməliyik. Çox gözəl vurguladınız başlayanda ki, innovasiyaların meyarları nədir? Yəni nə olanda innovasiya olur? Hər hansı bir icad innovasiya olmaya bilər. Yəni innovasiya sözünün özündən də problem sözündən qorxduğumuz kimi qorxmayaq. Bəli. O şirin, yaxın, bizə yaxın bir dostdur. Amma necə? İnnovasiya yenilikdir, amma hansı yenilikdir? Səmərəli nəticəsi olan. Bir yeniliyin səmərəli nəticəsi varsa, ona innovasiya deyə bilər. Amma hələ innovasiya tam deyil. Tam doğru cavab deyil. İnnovasiya əlçatan olmalıdır.
Yəni əvvəlkilərindən, bənzərlərindən daha rahat, daha rahat istifadə edilən, daha əlçatan o mənada və ya daha ucuz. Amma əlçatan sözü daha genişdir də, daha effektiv, daha optimal olmalıdır. Tətbiq edilə bilən olmalıdır. Ola bilsin, əlçatan deyilsə tətbiq edilə bilən də deyil əlbəttə. Yəni tətbiqə xüsusi vurğulayıram ki, siz bir nümunəcə edin. Yəni kütlə qarşısına tətbiq edilə bilmirsə, o əlçatan deyilsə, o təbii ki, innovasiya, tam yetkin innovasiya deyil. Bunlar olandan sonra satıla bilən olacaq. Bunun da mən subyektiv fikir olacaq. Satıla bilirsə demək kütləviləşir. Onda kütləviləşirsə innovasiya olur. Amma nümunə çəkək də WhatsApp. Yəni mən adam tanıyıram ki, adını yaza bilmir rahat bir şəkildə. Yəni ya oxuma yazması rahat deyil də. Amma WhatsApp üzərindən biznesini qurub. Yəni biznesi WhatsApp-dan qurmayıb. Kommunikasiyanı WhatsApp-dan qurub. Məsələn, məndən nəsə soruşsa, bir səs atır, bir şey soruşur. Mən ona deyirəm ki, yazmışam ki, görüşdəyəm də. İkinci səs də gəlir. Çıxandan sonra dinləyirəm. Deyir ki, nəsə soruşmuşdu məndən. İkinci cavabı da odur ki, deməmişəm, mənə yazma, oxuya bilmirəm. Amma niyə WhatsApp-dan istifadə edir? Bir dənə aktiv nömrəsi varsa, smartfonu varsa və salam da, o qədər əl çatandır. Yəni, o mənada, əlbəttə, bəzi addımlar odur ki, insanları gələcəyə hazırlamaq üçün, bəzi texnologiya tətbiqləri, bunlar başa düşüləndir. Siz metro misalında çəkdiyi üçün deyil. Amma istənilən halda kütləviləşməsi üçün, özünü tənzimləyərək kütləviləşməsi üçün əlçatan və tətbiq edilə bilən olmalıdır. İsa müəllim, bu çox gözəl məqamlara toxundunuz. İndi burada bir məsələ ortaya çıxır da. Yəni biz gördüyümüz, bayaq da bu məsələni misal verdim ki, yəni innovasiyalar, daha çox belə deyim də, sosial innovasiyalar dövlət tərəfindən daha çox icra olunur da. Çünki dövlət birincisi bu sosial problemləri də görə bilir. Çox yaxın görə bilir. İcra olunur deyirsiniz, olunmalıdır deyirsiniz. Yox, icra olunur hal-hazırda. Hal-hazırda Azərbaycanda belədir. Bəli, icra olunur. Birincisi o sosial problemləri daha çox dövlət görür. Bu çox aydın məsələdir. Çünki yenə də innovativ şirkətlər, sahibkarlar bunların öz belə deyim də problemləri var və onların işi başqadır da. Onlar başqa bir şeyə fokuslanmırlar. Amma burada biz necə edə bilərik ki, yəni və ümumiyyətlə lazımdırmı bu ki? Və bu sosial problemləri birincisi mənim düşüncəm belədir. Yəni sizin fikrinizi də almaq istərdim ki, bu sosial problemləri birincisi hər hansı bir platforma olmalıdır ki, orada bunlar yayımlanmalıdır. Yəni mən sizə əmin edirəm ki, innovativ şirkətlər, sahibkarların 90% sosial problemlərdən bixəbərdirlər. Yəni özün başına gəlməyincə qədər o insan bixəbərdir. Çünki o insanın müəyyən bir kütləsi var, bir sahəsi var. Məsəl üçün IT ilə məşğul olan bir insandırsa, IT əhatəsi var cəmiyyətdə. Ancaq orada fırlanır. Yəni sosialda misal deyirəm də, adi gündəlik istifadə etdiyimiz, getdiyimiz bazarlarda çox şərti yenə deyirəm. Orada nə baş verdi problemində bixəbərdir. Çünki orada heç vaxtı bəlkə də olmayıb. Yəni belə kifayət qədər belə sosial problemlər var ki, hansı ki ümumiyyətlə innovativ şirkətlər bunlardan bixəbərdir. Yəni mən düşünürəm ki, ola bilsin ki, dövlət belə bir platforma yaratsa ki, ümumiyyətlə sosial problemləri sadəcə qeyd edir. Məsəl üçün bu il ərzində filan sosial problemlər deməyi də, yenə də deyirəm ki, problemə biraz fərqli baxır. Çətinliklər var və buna uyğun olaraq təkliflər verin. Şirkətlərə belə deyim də, belə çox açıq bir qaydada belə bir şey paylaşıla bilər ki, onlar da innovativ şirkətlər də baxsınlar, zaten istəməyən müraciət etməyəcək. İstəyəndə isə maraqlı bir təklifləri varsa, təklif göndərə bilər dövlətə ki, misal üçün mən bunu həllini bu qaydada görürəm. Bu qaydada həll edə bilərəm. Xahiş edirəm, ya dəstək olun, ya bəlkə ola bilsin ideyamızı nəzərdən keçirin, birlikdə edək və s. Siz necə düşünürsünüz? Və ya ola bilsin ki, həqiqətən də dövlət bunu özü etməlidir. Çünki xalqı daha yaxşı dövlət tanıyır. Dediyim kimi, sahibkarın fokusu bilavasitə satışdır. O bilavasitə hər ay gəlirlərini, KPI-lərini qaldırmaq üçün hər ay satış etməlidir. Onun fokusu budur. Amma dövlətin də aydın məsələdir ki, xalqın rifahına xidmət göstərdiyinə görə onun da fokusu buradır. Bəlkə bu belə olmalıdır. Yəni ümumiyyətlə necə düşünürsünüz? Ümumiyyətlə bu təcrübəyə baxsaq da, bu sahənin inkişaf etmiş fərqli nümunələr var, amma mən onu qeyd edim ki, dövlətin bu proseslərdə funksionallığı əsasən tənzimləyici rol olmaqdır. Və hüquqi tənzimləyici rol almaq, hansı ki, o hüquqi tənzimləyici rol özü bir innovator rolu oynayaraq prosesləri dəstəkləyəcək. Yəni bu bir mənada gələcəkdə maliyyə dəstəklər, amma bu hüquqi tənzimləmə, deyək ki, texnoparklarda imtiyazlar var, güzəştlər var və s. Bunlar hamısı onun nümunələrdəndir. Qaldı ki, platformanın formalaşdırılmasına dəstək də ağlabatan təklifdir. Xüsusilə
nəzərə alsaq ki, sosial innovasiyaların bir çoxunu, böyük bir hissəsini dövlət tərəfindən həyata keçirilir. Təkcə tənzimlənmir, həm də həyata keçirilir. Tamamilə dəstəklənir. Belə bir vəziyyətdə, belə bir platformanda dəstəklənib ortaya çıxarılması çox məqbul olar, yəni çox yerinə düşər. İnsanlar axtaranda məlumatların əlçatanlığı və ya kiminsə ağlına hansısa bir təklif gəldiysə, o təklifi verə bilmə əlçatanlığı və ya hansısa bir startap o sahədə işini qurmaq istəyirsə, özünü sınamaq istəyirsə, platformadan faydalanaraq daha deyək ki, məqbul yollarla irəliyə gedə bilməsi. Eləcə də investor. Orada, yəni orada bütün oyunçuları orada birləşdirən. Əlbəttə buna oxşar şəbəkələr var, qlobalda da var. Azərbaycanda da bəzi deyək ki, Enterprise Azərbaycan özü də bunu edir. Bu sahədə öhdəlikləri var, ya bir qədər də inkişaf etdirəcəyik onu. Müxtəlif özəl təşkilatlar da var ki, bunu etməyə çalışırlar. Daha təkmil bir formada olsa daha yaxşı olarmı, yoxsa bunu qlobal platformalara inteqrasiyalı etməyə başlasaqmı yaxşı ola? Bunlar başqa müzakirə mövzularıdır. Ancaq mən burada məsələni ora gətirmək istəyirəm ki, tək platforma həll yolu deyil. Deyək ki, platforma bəs platformanı nə cür optimallaşdıracağıq? Nə cür belə deyək ki, mən doldurmaq sözünü işlətmək istəmirəm, amma ilk mənada izləyici nə cür təmin edəcəyik? İstifadəçi nə cür təmin olacaq ki, o optimallaşdırma zərurəti yaransın? Dolayısıyla sosial sahibkarlıq tələbi gəlməlidir ki, platforma işləsin. Yəni platformanın işləməsi üçün bir tərəfdən sosial sahibkarlar, startaplar şəklində tələblər gəlməlidir. Bir tərəfdən də bu cür startaplara dəstək verən investorlar formalaşmalıdır ki, o portalda mexanizm işləsin ki, işləyən mexanizmdə nəyin zəif, nəyin güclü olduğunu görə biləcəyik və optimallaşdırmalar davam edəcək. O optimallaşdırılmış vəziyyəti qlobalar inteqrasiyası da rahat olacaq, daha effektiv olacaq da qlobal özü də maraq göstərəcək bu öz yerin. Amma daxili məsələdə bu işi başlatmaq üçün bunun dövlət tərəfdən hüquqi tənzimləmə, maliyyə dəstəyi və s. bu məqamlar aktualdırsa da, elə qlobal təcrübədə də budur. Amma digər tərəfdən burada digər amillər var. İnnovasiya prosesinin təməlində araşdırma var, tədqiqat var. Hansı ki, kommersiyalaşdırıla bilən tədqiqat nəticə, R&D deyirik də. Yəni bunlar olmasın. Dolayısıyla onun da təməlində problemə hesablanmış, problemə həll yoluna hesablanmış təhsil var. Üçüncü nəsil universitetlərin mahiyyətində nə var? Üçüncü nəsil universitetlər məqsədlərində mütəxəssis hazırlamaq, tədqiqatçı qabiliyyətli mütəxəssis hazırlamaq və bilikdən istifadə məqsədidir. Formalaşdırmaq istədiyi dəyərdə tədqiqat qabiliyyətli, analitik qabiliyyətli mütəxəssis və sahibkar. Yəni bu tendensiya da kompleks şəkildə işləyəndə, onda məzun olanlar biraz başqa yerə getmiş kimi görsənsən də, amma hadisənin cavabı budur fikrimcə. Məzun olanlar hamısı iş istəməyəcək. İş formalaşdırmaq istəyənlər də sayartmaya başlayacaq. Yəni, dolayısıyla iş qurmaq istəyənlər, startap formalaşdırmaq istəyənlərin də yolu düşəcək, bilikdən istifadə etmə bacarıqları varsa, yolu düşəcək innovasiyalardan. Dolayısıyla innovasiyalar gəlməyə başlayacaq. Onda o platforma artıq zərurət olacaq. Və ən sadə platforma belə dolub daşacaq, işləyəcək. İşlədiyi zaman da optimallaşma səbəbləri və reallıqları ortaya çıxacaq. Nümunə çox gözəl. Deyək ki, offline-da da olsa, ənənəvidə də olsa, amma içi dop-doludur innovasiyalarla asan xidmət. Kütlə gəlir, kütlə gəldikcə kütlənin problemləri həll olur da və bu işin davamlı olur və optimallaşdırılması səbəbləri çıxır. Çünki istifadəçi və izləyici kifayət qədərdir və gün-gündən artır. Data yığılır, hər bir müştəri gəldikcə, o olmadıqca da o platformanın qurucularının motivasiyası da olmayacaq. Orada olmayanda platformanı nə cür inkişaf etdirir? Axı tələb olmalıdır ki, təklif gəlsin. Yəni, siz əvvəlki suallarımızda da müzakirə elədik ki, hələ bu özü formalaşma mərhələsindədir. Ya, o formalaşmadan biz onların qarşısına platforma qoysa, əlbəttə bu faydalı olacaq. Amma o necə bir platforma sualına cavab verməyimiz üçün biz bazar araşdırması, bazarda da bu formalaşma mərhələsidir. Dolayısıyla o platformanın özü də daha mükəmməli yox, daha əlçatanı, bazarın ehtiyaclarına cavab verən olsun, 1 il, 2 il sonra yenə təkmilləşdir. Bu şəkildə tendensiya ilə baş verərsə, məncə daha effektiv olar. Çox gözəl. İsa müəllim, siz indicə elə lokal nümunə bir dənə gətirdiniz, asan xidmət. Sizdən bir xahiş etmək istərdim ki, belə
lokal və beynəlxalq başqa bir nümunələr varsa bəlkə bildirərdiniz. Lokal nümunə birini gətirdiniz ki, qeyd etdiniz. Bəlkə başqa belə bir nümunə var və ya beynəlxalq ola bilsin nümunə var ki, hansı sırf olaraq bu qeyd etdiyimiz kimi bu sosial çətinliklərə fokuslanmış bir innovativ əllər gətirilib. Əslində mənim qənaətimcə istənilən sahibkarlıq fəaliyyətində sosial tərəf var, amma azmı, çoxmu? Bəli. Məsələn, kommunikasiyanın Bu arada təmin bu da olunması gözəl sualdır ki, onun yəni hansı faizi sayılır ki, bu sosial o ölçü yəni məsələsidir. Yəni o da bir sualdır da ki, yəni siz əgər 25 adamın problemini həll eləyirsinizsə bu sosial sayıla bilərmi? Yoxsa meyar var? Məsəl üçün 1000-in üstü sosial çətinlikləri Açığı o rəqəmləri bilmirəm, amma bir mənalı olaraq qəbul etdiyim məsələ budur. Kütləviləşə bilirsə, yəni startap üçün biraz başqa yerə getdik, amma qayıdaq o məsələyə sonra. Yəni startap üçün bazara girəndə bazar payının 1%-nin altında gəlirin varsa hərəkət elə deyil də mentorlar. Yəni ona görə o mövzuya o qədər deyə biləcəm. Amma qaldı ki, beynəlxalq nümunə asan xidmətin bənzərini ağlıma elə bir gəlmədi, amma biraz öncə WhatsApp-ın adını çəkdik. Kommunikasiyada bir sosial problemi həll edib, asanlaşdırır. LinkedIn-in özü deyək ki, sosial problemi, işi bəli bir çox məsələləri asanlaşdırır. Düzdür, onu sosial, amma LinkedIn yox deyə Facebookun özünün sosial innovasiyaları var. Onda buradan belə çıxır ki, yəni yenə də deyirəm də, çünki yəni mən bu arada sizə bu verdiyimiz sualları gözəl biz bilirik bunu. Sadəcə olaraq yəni bizim izləyicilərimiz də əlbəttə başa düşürəm, ki, onda belə çıxır ki, bu sosial problemlər sırf olaraq belə deyim də sosial çətinliklər gündəlik həyatında çətinlik çəkənlərlə bağlı deyil. Bu iş tapmaqda da misal üçün çətinlik çəkən ola bilər. Yəni sosialın hər bir hissəsi ola bilər. Bax, indi bir çox izləyicimiz üçün darıxdırıcı cavab olacaq, amma bəzi izləyicilər maraqlı olar. Qılınc qalxan. Bəli. Yenilikdir, düzdür. Kartof soymaq üçün deyil də. Çox üzr istəyirəm. Yəni kartof soymaq ayıb şey deyil, amma yeri deyildi bəlkə də. Amma İnsan bunu icad elədi və onu inkişaf elətdirdi. Niyə? Çünki ona lazım idi, o döyüşməli idi. Bəli. Amma nə üçün? Qorumağa nəyisə var idi. Yəni, belə deyim də, insan o bəşər tarixinə nəzər salsa, o vaxt ortaya çıxdı ki, onun qorumağa nəyisə var. Əkinib, biçili heyvanlar var, heyvanı var və s. Yəni, zərurətlərdən ortaya çıxır. Hamısı zərurətlərdən. Deyək ki, 4-cü sənaye inqilabında neft devri nə vaxt gəldi? 4-cü sənaye ümumiyyətlə, sən 1-ci, 2-ci, 3-cü sənaye inqilablarını öyrənərkən neft devri hansı devrdə gəldi? Onda artıq çoxlu mühərrik var idi. Mühərriklər işləməli idi. Ona enerji lazım idi. Yəni, neft devri mühərrik olmalı, mühərrikdən əvvəl gəlmədi. Çünki mühərriki hərəkət elətdirmək üçün enerjiyə ehtiyac var idi. Buxar maşını, daha sonra eyni olaraq hamısı gəldi. Yəni, niyə insanlar atdan maşına keçdi? Çünki uzun qət edəcəyi məsafəni biraz daha tez özünün fəaliyyətləri, insanın özünün fəaliyyətləri yeni ehtiyaclar formalaşdırır. O ehtiyacları da bəziləri alıcı kimi qalır, bəziləri də onu tapır, sosial sahibkar olur, innovasiyalar gətirir, biznesini qurur. Yəni satıcı sözü bura tam getmir, amma ki o xidməti təklif edir bazara. Çox insan tələb eləyir, az insan təklif eləyir. Təklif edən sahibkar olur, tələb eləyən də alıcı olur. Burada çox gözəl. Biz bu sosial sahibkarlıqla bağlı innovasiyanı təqdim etmək istəyən şirkətlər, yenə də buradan ortaya çıxır ki, startap da ola bilər, hər hansı bir puxtələşmiş bir şirkət də ola bilər. Bu hüquqi müstəvidə və investisiya baxımından hansısa bir imtiyazları varmı? Azərbaycanda mənim bildiyim texnoparklar, Cənab Prezidentin sərəncamlarına açılmış texnoparklar, yüksək texnologiyalar parklarında, azad iqtisadi zonalarda imtiyazlar var ki, innovasiyalarla işləyən firmalar orada imtiyazlardan var. Amma sırf sosial sahibkarların imtiyazları məsələsində biraz çətinlik çəkəcəm. Amma məsələn, bir məqamı deyim. 2019-cu il 10 yanvar tarixli Cənab Prezidentin bir sərəncamı var. İnnovasiyaların koordinasiya edilməsi ilə bağlı. Ola bilsin, başda tam dəqiq deməyə bilərəm. Məsələn, burada startapların sosial problemlərə həll yolu gətirən layihələrin dəstəklənməsindən söhbət gedir o sərəncamın mahiyyətində. O sərəncamın mahiyyətində nə var? Konkret olaraq publik hüquqi şəxslərin ildə 2 dəfə dövlətə hesabat verməsi ki, innovasiya ilə bağlı nə etmisiniz? Təbii ki, oradan sosial sahibkarlıq payını alır.
Dolayısıyla bu kifayət qədər dəstəklənən mexanizmlər var. Bunu hüquqi cəhətdən araşdırıb baxmaq lazım. Digər tərəfdən startap şəhadətnaməsi 3 illik vergidən azad olunmadı. Yəni orada startap şəhadətnaməsində müqayisə olunmur ki, siz sosial innovasiyasız siz deyilsiniz. Startapdır da. Əgər o texniki şərtləri ödəyirsə, orada ekspertizadan keçirsə, o şəhadətnamanı alır. İndi incələməklə ola da bilsin ki, həqiqətən indi bu dünən baxmışdım 199 startap artıq şəhadətnamə alıb. O böyük ehtimal onların bir xeyli hissəsi də müəyyən bir faizi də sosial innovasiyalar təklif edirlər. Amma burada təklif etməkdən ziyada təbii ki, bunu inkişaf edib reallığa çevrilməsi, iş görməsi, kütlənin problemlərini həll edə bilməsi amilləri çox önəmlidir. Bəli, çox gözəl. Burada siz də özünüz gözəl bilirsiniz ki, mən startap ekosistemində olduğuma görə mən düşünürəm ki, burada biz hal-hazırda startaplardan sırf olaraq danışdıq, amma startaplar bayaq qeyd etdiyimiz kimi də, yəni sosial problemlərə o qədər də fokuslanmağı ilk prioritet qoymurlar özlərinə. Çünki dediyim kimi də, yəni onların qısa müddətdə qazanmaq istəyirlər, ayaqda qalmaq istəyirlər və s. əsasən də ciddi bir gəlirləri olmur. Amma burada sırf innovativ şirkətlərə hər hansı bir imtiyazlar varmı? Mən gördüyüm kimi yoxdur. Amma belə bir təklif olması sizcə məqsədə uyğun olmazmırdı ki, sosial hər hansı bir problemi həll edən innovativ şirkət bir məhsul təqdim edibsə, misal üçün müəyyən elə bayaq startap şəhadətnaməsi kimi vergidən var, azad olmalıdır. O da var. O yenə biraz öncə adını çəkdiyim o səhvlənirsə həmin sərəncamla tənzimlənən qərar var. Yəni vergi ödəyicisi müvafiq icra strukturundan icra strukturunun senzurasının təsdiqlənməsindən keçdikdən sonra bu cür fəaliyyətlər o şirkət tərəfindən dəstəklənərsə, o illik vergisinin 10% qədər nəsə belə bir məqam var. Araşdırmaq lazım. Yəni bu əslində qismən var, amma əlbəttə ki, siz indi deyək ki, bu sosial innovasiyalar güzəşt olunsun, onun ölçüsü, meyarları çünki insanlar sui-istifadə edəcək. Əlbəttə ki, o meyarlar çox. Amma burada yenə də sosial innovasiyaları mən şəxsən çox fokuslanmazdım ki, subyektiv fikrimi deyirəm ki, daha çox bu vergi güzəştinə görə, daha çox imtiyazlara görə sosial innovasiyalar inkişaf eləsin. Sosial innovasiyalar sosial cəmiyyətin daxilindən gəlməlidir. Məsələn, Məhəmməd Yunus Bangladeşli, yəni qlobal bazarda ən çox bilinən, ən yaxşı nümunələrdən biridir ki, o əsl sosial sahibkar idi. Yəni sosial sahibkar təkcə innovasiya edən deyil. Siz qısa məlumat verə bilərsiniz bu haqqda, çünki izləyicilərimiz bilməyə bilər. Yəni mən oxuduğuma görə səhv eləmirəmsə Məhəmməd Yunus oxuyub gəlir öz ölkəsinə, universitetdə işləməyə başlayır, amma qazancından o universitetin kampüsündə orada işləyən, yəni texniki işçilərə və ya oradakı insanlara kömək edirmiş. Daha sonra birbaşa kömək eləmir, o pulu, verdiyi kömək pulu onlara xırda biznes qura bilməsi üçün dəstək verir. Deyək ki, alıb bir dərzi, tikiş maşını verir, bir dərzi şeylər və s. Da sonra onlara elə bir ki, sözün loru şəklində balıq verib, balıq tutmağı öyrədib, ona imkan verir. Amma burada bir çox gözəl nümunə verdiniz. Amma bu innovasiya deyil də. Yəni amma sosial sahibkarlığa çox gözəl nümunədir. Çox gözəl nümunədir. Bunun başqa bir nümunəsi də var. İzləyicilərimiz də bəlkə bilə bilər. Çoxlu futbolçular var, hansı ki, çox belə kasıb rayonlardan, kəndlərdən çıxıblar. Bu əsasən Braziliya və ya Afrika ölkələrində. Onlar gedib populyar futbolçular olandan sonra qazancların müəyyən hissəsinə verirlər. Orada məktəb tikirlər. Bəli, çox. Hər hansı bir xəstəxana tikirlər. Siz dinləyəndə ağlıma gəldi. Bu yaxınlarda bizə təzə bir startap müraciət edib, GreenGuest adında. GreenGuest nə təklif edir? GreenGuest kəndlə şəhər arasındakı fərqi azaltmaq üçün və kənddəki belə deyək ki, məhsul istehsalçısı ilə, amma bu böyük məhsul deyil, öz həyətində kiçik həcmli məhsul. Şəhərdəki urbanizasiyadan əziyyət çəkəni kommunikasiyasını asanlaşdıran bir platformadır. Yəni belə deyək də, sadə şəkildə deyək ki, Bakıda yaşayan biri hansı rayona dincəlməyə gedib restoranda da oturub xidmət ala bilər. O yemək xidmətini hansısa bir kəndlidən də ala bilər. Platformaları kəndlinin ya evindəmi? Bəli, kəndli öz məhsulunu. Yəni gəlib hardasa misal üçün çox şərti pomidor yumurta yeyincə restoranda get filan kəs dayının evində. Hətta deyir ki, kənd məhsullarından dayının məhləsində, həyətində otur, çayın kənarında. Orada uşaqlarla ailə getmisənsə, orada deyir ki, inək görəcək, qoyun görəcək, it görəcək, cücə görəcək. Yəni o kənd
macərasını da yaşamış olacaq, Bəli. təbiətlə təmas etmiş olacaq. Ki var Azərbaycanda da artıq Şəkidə deyək ki, bioqardındır, sitrus bağları var və mən gedəndə cənub bölgəsində gedəndə görürəm ki, insanlar xüsusilə ailələr daha çox gəlirlər ora ki, gəzmək var, şərait var. Orada hansısa bir Təbiət var, fauna hava və flora ilə təmiz, tanış olma, təmas etmə imkanları daha çoxdur. Yəni xüsusilə yalançı urbanizasiya olan şəhərlərdə şəhər həyat tərzi ağır olur, stresli olur. Onların daha çox ehtiyacı var ki, dünyada bu yayılır gedir. Bu hansı ehtiyacdan? Şəhər əhalisi artır, urbanizasiya inkişaf edir. Xüsusilə bəzi ölkələrdə yalançı urbanizasiya özünü göstərir. Bu halda bu cür xidmətlər zərurət olur. Ki nə olur? Onda da kəndli də öz məhsulunu satmaya, o xidmətlərini satmağa şərait yaradılır. Bu insanların tez bir vasitəsi. Bu da o kəndlinin sosial problemini həll edir. Yəni məhsulunu necə fürsətləri satır? görmək lazım. İndi məsələn nəzərə alsaq ki, ən ucqar kəndlərdə belə optik internet çəkilir də. Yəni bir kəndli həyatında işığı var evində, təbii qazı var, bağçası var, istəsə məhsul çıxara bilər, interneti də var. Yəni artıq o təkcə TikToka girməməlidir də. Yəni bu ifadə bəlkə daha faydalı istifadə etməlidir. Daha faydalı. Amma əlbəttə daha faydalı istifadəçilər də çıxır ortaya və onlar həqiqətən bu cür biraz öncə platforma nümunəsi dediniz. Məsələn, GreenGet elə bir platformadır ki, minlərlə insan platformadan faydalansın, daha çox insan platformadan faydalansın və bu platformadan faydalananlar da faydalanmış olur. GreenGet'in qurucusu da bir biznes qurmuş olur. Bəli, çox gözəl nümunə qeyd etdiniz Səməli. Belə bir sualım var ki, bu innovativ şirkətlərin sosial problemlərə yönəlməsini necə təşviq edə bilər? Yəni necə edək ki, onlar da buna diqqət yetirsinlər? Yəni innovatorlar. Bəli, innovatorlar, innovativ şirkətlər, startaplar. Yəni bu yenə də deyirəm də, yəni əsas innovativ şirkətlər və startaplar hal-hazırda belə deyim də yağlı tikə qazanc olan yerlərə fikir verirlərdi və bu yenə deyirəm də bu onlar baxımından normaldır. Bəli, yenə də deyirəm ki, onlar baxışından baxdığımız zaman bir sahibkar kimi onları başa düşmək olur biraz. Amma biz də yəni bir dövlət olaraq ya Azərbaycan olaraq biz nə etməliyik ki, onların fikri burada daha çox fokuslansın? Ümumiyyətlə ola bilsin maarifləndirmə olmalıdır ya nə düşünürsünüz? Siz də bilirsiniz ki, şirkətləşmə prosesində irəliləmiş, yəni böyük şirkət, yəni oturmuş şirkətlərin əksəriyyətində sosial korporativ məsuliyyət anlayışı var və bu həm də hüquqi cəhətdən də tənzimlənir və bir çox mənim də ətrafımda dediyim, tanıdığım, bildiyim dostlarımın işlədiyi şirkətlər var ki, sosial korporativ məsuliyyət çərçivəsində sosial təşəbbüslərə üstünlük verirlər. Ancaq bu kütləvidirmi? Əlbəttə ki, haqlısınız deyirsiniz və siz vurğulayırsınız ki, innovasiya yönlü, sosial innovasiyalara yönəlsə. Yenə də deyirəm, bu birlikdən istifadə yanaşması mədəniyyətinə bağlı məsələdir. Yəni əgər şirkətlər bilsə ki, sosial innovasiyalardan istifadə edərkən daha çox qazanacaqlarsa, ona meyil göstərəcəklər, ondan istifadə edəcəklər. Digər tərəfdən, burada bu amil də var. İndi şirkətlərin adından danışıb, şirkətləri də dinləmədən bu sözü dəqiq demək çətin olacaq. Burada bir məsələ var ki, siz deyirsiniz ki, niyə istifadə etmirlər? Sualı belə qoyursunuz. Mən də onda deyirəm ki, araşdıraq görək bizim şirkətlərin gündəliyində, CEO-larının, sahibkarın gündəliyində neçənci yerdədir sosial innovasiya? Varmı ümumiyyətlə? O, onların gündəliyinə, agendasına, gündəliyinə daxil ola bilirmi? Və daxil ola bilmirsə, niyə daxil ola bilmir? Bu qədər vacib olduğu halda. Bunlar araşdırılmalıdır. Yəni, əslində o problemin, o sizin dediyiniz məsələnin özü də bir araşdırılması lazım olan bir problemdir ki, bax, bu cür məsələlərə diqqətlə baxdıq, diqqətlə araşdırdıqlarına yanaşılarsa, biraz öncə təklif etdiyiniz platforma həqiqətən işləyən bir platforma olacaq və çox faydalı olacaq. Necə ki, məsələn, asan xidmət cəmiyyətinin inkişafına, əməliyyatlarının təmin olunmasına böyük dəstək, o da elə bir böyük alətə çevrilə bilər və cəmiyyət özünü sağlamlaşdırma, özünü inkişaf etdirməyə davam edir. Təkcə dövlətdən istəmək yox, dövlətə də dəstək verir, cəmiyyətin sağlamlığı dövlətin də güclənməyinə gətirib çıxarır. Məsələn, deyək ki, Azərbaycanda son illər açıq-aşkar sosial siyasət özünü məşğulluğun və biznesin inkişafına yönəlib. Yəni, bu çox önəmlidir. Əslində, bu sosial sahibkarlığın inkişafı üçün də çox yaxşı vasitədir. Mən biraz öncə ağlıma gəlmir, indi ağlıma gəlir. Bu çox yaxşı vasitədir ki, ölkə sosial siyasətini özünü məşğulluq və sahibkarlığın inkişafı istiqamətində. Bu əslində Azərbaycan dünyada belədir və bu Azərbaycan da ağıllı davranır ki, hadisələri belə qoyur. Özünü məşğulluq anlayışının altında nə var? Bizim danışdığımız məsələlər var. Ki, o özünü məşğulluq
bir hissəsi sosial innovasiyalı xarakteri alarsa və onun nəticəsində onların da aralarından deyək ki, 1000-də biri kütləviləşərsə bu şəkildə olacaq, brendləşəcək və faydalı olacaq. Nəinki Azərbaycana, dünya cəmiyyətə də faydalı ola biləcək. Çox gözəl. İsa müəllim, burada belə bir məqam çıxır da, bu bayaq elə mən verdiyim suala uyğun olaraq, mən düşünürəm ki, birinci bu maariflənmə olmalıdır. Siz çox gözəl qeyd etdiniz də, şirkətlərin prioritetindən nə dərəcədə bu sosial sahibkarlıq üst səviyyədə dayanılıbmı, dayanmayıb? Çünki yəni ilk gün üçlüyündə varmı? Məsələn, sahibkar əmin deyiləm, yəni ki, biz şirkət sahibləri, belə deyim də, CEO-lar böyük bir şirkətlərin sahibləri deyilik, amma gördüyümüz bu sosial yanaşma, yenə də deyirəm də, bu düşüncə tərzindədir. Çünki şirkətlər çoxsu bunu, belə deyim də, müvəqqəti bir dəstək olun, məni bir müvəqqəti dəstək olun və bunu mediada paylaşım kimi yanaşmalar görürük. Yəni qıraqdan görünən budur. Yəni tam səmimi desək. Mən burada bir məsələni də icazənizlə deyim, bağışlayın sözünüzü kəsdim. Bəzi şirkətlər sosial məsuliyyəti öz daxili əməkdaşlarına xitab şəklində başa düşür. Yəni doğrudur, onun daxili müştərisidir. Onun əməkdaşları əsasdır. Yəni evin içindən başlamaq. Amma onlara maaş versən də. Oradan başla. Mən onu dəstəkləyirəm. Amma ümumiyyətlə cəmiyyətdən, məsələn, deyək ki, cəmiyyətə bir xidmət satıb, məhsul satıb, kütləvi biznes qurursansa, sənin cəmiyyət qarşısında sosial məsuliyyətin var. Bu sosial məsuliyyət bir hissəsi gələcəkdə cəmiyyəti yaxşılaşdırmaq üçün, zənginləşdirmək üçün haqlısınız ki, şirkətlər düşünməlidir ki, bunu sosial innovasiyalar yönlü, birbaşa bir dəfəlik istifadə yox, deyək ki, bir kömək, dəstək, bayramda hədiyyə verməkdən ziyadə innovasiyaları inkişaf etdirmək. Yəni bu cəmiyyət güclənməlidir, cəmiyyət inkişaf etməlidir və dünyadakı rəqabətə davam gətirməlidir. Yəni genişlənə bilməlidir. Çünki bir dəfəli edilən addım, misal üçün yəni çox şərti yenə də bir misal deyim, tez-tez baş verənlər nədir? Yəni sosial dəstəkdə şirkətlər tərəfindən. Ola bilsin də misal üçün bayramlarda gedirlər, uşaqlar evinə nəsə dəstək göstərilir. Çox gözəl addımdır və ümid edirəm ki, bu tək bayramlarda yox, hər gün hətta olsun. Amma bu belə deyim də innovativ və sosial problemi həll edən bir məsələ deyil də. İşin içinə inklüzivlik qoymaq lazımdır da. Yəni o cəmiyyətin hər bir təbəqəsi cəmiyyətdə öz yeri var, mövqeyi var. O uşaq evindəki insanın da harda vəzifə sahibi olan hamısının məsuliyyətləri və mövqeləri var öz tutduğu yerinə görə. Ona görə bütün bunları ümumiyyətlə düşünərkən nəzərə alsaq ki, bazarı formalaşdıran aktivlər kimlərdir və sabah kimlər olacaq? Bunları düşünərək yenə də deyirəm, bunlar belə bəlkə də bir müzakirədə aydınlıq tapması çətin olan məsələlərdir. Amma bu reallıqdır ki, günümüzün aktuallığıdır, qaçınılmaz aktuallığıdır. Biz bu məsələyə diqqətlə yanaşarsaq, sabahımız daha gözəl olacaq. Yanaşmasaq, əlbəttə ki, çətinliklərimiz də qaçınılmazdır. Dünyanın ən belə deyək ki, innovasiya üçlüklərində, deyək ki, İsveçrədir, İsveç, ABŞ-dır. Bunlar həmişə üstünlükdə gedir. İnnovasiya Finlandiya, Yaponiya, Cənubi Koreya, bunlar innovasiya baxımından Çin. O irəlidə və belə deyərdim ki, yəni daha çox adam başına düşən gəlir miqyasında da daha irəlidədirlər. İnkişaf etmə tempinə görə də daha irəlidədir. Reallıqda da inkişaf etmiş ölkələrdir. Bu nəyin hesabına? Yəni bu cəmiyyət özü güclüdür də, belə deyək. Sosial sahibkarlığı inkişaf etmiş cəmiyyətlərin davamlılığı var, dayanıqlılığı var. Orada kiçik və orta biznesin inkişafı daha qabarıqdır. Xüsusilə kiçik və orta biznesin inkişaf, sosial sahibkarlıq yanaşması. Kiçik və orta biznesin inkişaf edən cəmiyyətlər daha güclü cəmiyyətlər. Təkcə iqtisadi cəhətdən deyil, ümumiyyətlə cəmiyyət olaraq da güclü cəmiyyətlər formalaşdıra bilirlər. Çox gözəl. İsa müəllim, son olaraq mən də bir əlavə etmək istəyirəm. Artıq kifayət qədər danışırıq, vaxtımız da limitlidir. Deməli, mən düşünürəm ki, əminəm ki, çox güman ki, siz mənimlə razı olarsınız və ola bilsin əlavəniz də olsun. Mən düşünürəm ki, burada ilk olaraq dövlətin üzərində düşən əsas tələblərdən biri maarifləndirmədir. Çünki bu mütləq maarifləndirilməlidir ki, yəni sosial sahibkarlıq nədir, necə olmalıdır, müvəqqəti və ya bir dəfəlik olmamalıdır və burada mütləq ki, günümüzün tələbatına uyğun olaraq innovasiya əlavə etməlisiniz. Çünki bir də bayaq da qeyd etdiyimiz, əgər innovasiya əlavə edirsinizsə, sabah istənilən bir başqa qurum, başqa ölkə bunu görərək onu da yenidən sizdən onun ölkəsində də implementasiya etmək istəyi ola bilər. Normaldır. Amma bir dəfəlik edilən hər hansı bir addım olsa, amma bunda düzgün ötürmək lazım. Davamlılıq olmazsa burada nəticə gözləmir. Ümumiyyətlə innovasiya zaman tutumludur, elm tutumludur, əmək tutumludur, bilik tutumludur, maliyyə tutumludur.
Yəni innovasiyadan çox şey gözləyirik, amma innovasiya da bizdən çox şey gözləyir olması üçün. Bəli. Yəni bu aydın məsələdir. Davamlılıq olmalı. Davamlılıq üçün də dövlətin dəstəyi qaçınılmalıdır. Əgər dövlət dəstəyi olmasa bu işlərdə davamlılıq biz şirkətlərdən nə qədər tələb edə bilərik. Bəli. Dövlətin dəstəyi də mən düşünürəm ki, təkcə dövlət büdcəsindən maliyyələşmə şəklində də deyil. Bəzi hüquqi tənzimləmələrlə şirkətlər təşviq olunmalıdır ki biraz öncə dediyim o qərarda da bu qismən də olsa var. Təşviq olmalıdır ki, şirkətlər maraqlı olsunlar ki, sosial təşəbbüslərə üstünlük versinlər. Yəni onlara hansısa o necə ki siz qeyd edirsiniz ki, sosial innovasiya gətirmiş startapa üstünlüklər, güzəştlər verilsin. Onu dəstəkləyən vergi ödəyicilərinə də müəyyən güzəştlər, müəyyən dəstəklər, yəni imtiyazlar və təşviqlər olmalıdır ki, bu proses keçsin. Hətta mən deyərdim ki, dövlət büdcəsindən maliyyələşmədən daha çox şirkətlərin iştirakı ilə bu işin olması daha dayanıqlı olar. Niyə bilirsinizmi? Bir kərə şirkətlər sahibkar fəaliyyətindədirlər. Onlar etdikləri sərmayəni dayanıqlılığı üçün, davamlılığı üçün daha uzaq görən davrana, daha fürsətçi davranacaqlar. Burada o demək deyil ki, dövlət uzaq görən ola bilməyəcək. Məsələ tamamilə başqa. Dövlət böyük həcmdə addımlar atmalıdır. Amma bir şirkət öz şirkətinin maliyyə dövriyyəsi qədər öz çapında belə deyək ki, addımlar atıb və kiçik-kiçik addımlar daha sonra onların içindən nümunələr çıxa bilər. Ki, bu maarifləndirmə də bu şəkildə özünü tapa biləcək. Yoxsa təkcə maarifləndirmə, o da bir yerdə doyumluluq gətirə bilər. Yəni, icraat olmadan, praktika olmadan teoriyanı nəzəriyyəni davam etdirmək asan məsələ deyil və düşünmürəm də ki, təkcə nəzəriyyə ilə, nəzəri məlumatlandırma ilə bu iş irəliyə gedə bilər. Burada praktika paralelində praktika olmalı. Həm də ona görə ki, söhbət təkcə nəzəriyyənin başa düşməsi baxımından deyil, həm də bazar çox sürətlə dəyişir axı. Biz dünən eşitdiyimiz bu gün bazar çox sürətlə. Buna görə təcrübə çox önəmli. İşləyərək prosesi inkişaf etdirmək. Bəli, elə onu qeyd edəcəydim ki, son olaraq əlavə edim ki, yəni innovasiya dövrü elədir ki, bu gün yatırsınız, səhər oyanırsınız, artıq nəsə dəyişir. Bəli, şərtlər dəyişir. Ona görə də yəni burada dediyim kimi dövlətin dəstəyi ondan olmalıdır ki, maarifləndirməlidir, yönləndirməlidir qismən, müəyyən bəlkə imtiyazlar verməlidir. Ki, burada da artıq innovativ şirkətlər və s. belə əl-ayağa düşsünlər, belə Lorel dildə desək. Mən icazənizlə bunu deyim, vaxt olsa saxlayarsınız. Sadə bir şeydir, maarifləndirmə deyilir. Maarifləndirmə təhsildir də. Yəni, öyrənmək, təlim, tədrisdir. Təlim, tədris nə ilə motivasiya olur? Yəni, bir insanın öyrənmə prosesini motivasiya edən nədir? Təkcə ondan tələb olunur deyə. Tələb olunmaqla öyrənmək biraz imtahan üçün olur. Amma bir öyrənmə prosesini tənzimləyən ən önəmli amil araşdırmadır. Mən nəyisə öyrənirəmsə, onu tədqiq edərək araşdırıramsa, deməli o öyrənmə prosesi dayanıqlı olur və faydalı nəticələri gözlənilərdir. Bəs o araşdırmanı maraqlı edən nə olacaq? Onun nə motivasiya? İnnovasiya prosesi. Onun nəticəsində kommersiyalaşdırıla bilən iş marağındadırsa və mən o xəyalı qururamsa, mənim öyrənməyim təbii baş verəcək. Yəni dövlətin heç də deyək ki, burada kimisə məcbur etməsi və ya o şansı gətirməsi, onsuz da maariflənməyə əlçatanlıq çoxdur. Həddindən artıq çoxdur. Amma dövlət o yolu göstərməlidir insana. Burada yəni demək açmalıdır gözlərin ki, belə bir yol var. O yol göstərmə prosesi özü də innovativ olmalıdır. Yəni belə deyim də, sosial innovasiyalar nəyə tələb edir? Bir problemi həll etmək. O problemi formalaşdıran faktorları üzərində işləməklə biz innovasiya gətirə bilməyəcəyik. Yəni faktorları dəyişdirmək, amillər dəyişdirilməlidir. Onu mümkün edən başqa bir mümkünsüz nə isə gətirilməlidir ki, o innovasiya gətirə bilsin. Yəni problemi yaradan amillə problemi həll edə bilməyəcək. Başqa amillər nə isə dəyişib, o dəyişikliklərlə yəni bu prosesin özü də innovativ olmalıdır. Təqribən 120-130 il əvvəl federal hökumət ABŞ-da sahibkarlığı inkişaf etdirmək üçün yanaşması çox mənim marağımı çəkir. Deyim icazənizlə. ABŞ-ın təməlində ailə şirkətləri var da, koloniyalardan. Ümumiyyətlə ABŞ-da ailə şirkətləri güclü olur. Federal hökumətin belə bir davranışı olub ki, təqribən 130 il əvvəl. Deməli, şirkətlərdə peşəkarlığı inkişaf etdirmək, yəni sənayeni inkişaf etdirmək üçün deməyib sənayeni təşviq eləyək, deyib ki, peşəkarlığı inkişaf edək. Yəni, ailə idarə etməsindən peşəkar idarə etməyə təşviq edib sahib şirkətlərdə. O peşəkar idarə etmə investisiyanı artırıb,
o davamlı təmin üçün sənayenin zərurət olub. Artıq sənayenin inkişafı zərurət. Amma bir amil də deyib ki, yəni bazar olaraq ABŞ bazarını bazar görməyin də. Siz əlavə dəyər çıxardın, biz onu dünya bazarına çıxaracağıq. Bu amil Cənubi Koreyada da var. Elə dəyər çıxardın ki, biz onu dünya, yəni dövlətin lobbiçiliyinə. Bu Azərbaycanda da bu proses gedir. Müxtəlif imkanlar var ki, deyək ki, investisiya yönlü, az eksport olsun, bir pəncərə olsun ki, bunlar Enterprise Azərbaycanın funksionalında özü olsun. Bu amillər var. Amma dediyim kimi bu prosesi tənzimləyən o mədəniyyət, o innovasiya mədəniyyətinin formalaşması çox vacibdir. Çox gözəl. Təşəkkür edirəm İsa müəllim gözəl diskusiyaya görə. İnnovator podkastının növbəti verilişlərində görüşənədək. Sağ olun.